Həftənin ən maraqlı iş elanları və yeni vakansiyalar. Lumya Lab klinikasına pasientlərin qarşılanması, qeydiyyatı və yönləndirilməsi üçün administrator tələb olunur. Əmək haqqı 700 manat təşkil edir. Bravo Logistika və Distribusiya Mərkəzinə qida və içki məhsullarının satış nöqtələrinə çatdırılması üçün yük maşını sürücüsü tələb olunur. Konferam biskvit fabrikinə məhsul üçün qutuları hazır vəziyyətə gətirmək üçün qablaşdırıcı tələb olunur. Əmək haqqı 400-517 manat arasındadır. Radios Təkər Mərkəzinə 20-40 yaşında təcrübəli, təhlükəsizlik üzrə menecer tələb olunur. Əmək haqqı 800-1010 manat arasındadır. Santurtina mağazalar şəbəkəsinə şirniyyat məhsulların satışı üçün 18-35 yaşında satıcı tələb olunur. Əmək haqqı 550-600 manat arasındadır. Azerimet şirkətinə əməkdaşları təyin olunmuş ünvanlara təhlükəsiz çatdırmaq üçün sürücü tələb olunur. Əmək haqqı 539 manat plus yol xərci. Bu və digər iş elanları və vakansiyalar barədə ətraflı məlumatlar almaq və müraciət üçün profildə qeyd olunmuş linkə daxil olun. Kanalımıza abunə olmağı